Hazırda biz Lənkəran şəhərindən keçən Lənkəran çayının sahilindəyik. Uzun illərdir, əsrlərdir Lənkəran şəhərində bu adət-ənənə yaşadılır. Belə ki, hər il İlaxır çərşənbənin səhəri insanlar kütləvi halda Lənkəran çayının sahilinə axın edirlər. Burada çaydan götürdükləri suyu evlərinə apararaq evin dörd bir yanına səpirlər. İnanca görə bu həmin ailəyə, həmin evə bərəkət gətirməklə yanaşı həmin evi, həmin ərazini, həmin insanları neqativ enerjidən təmizləyir. Eyni zamanda gənc qızlar, gəlinlər də müəyyən niyyət edərək çaya öz əşyalarını atırlar və həmin arzularının çin olmasına ümid edirlər. Hər il olduğu kimi bu ildə bu demək ki, adət-ənənə böyük təntənə ilə qeyd olunur. Lənkəran çayının sahilində gördüyünüz kimi hazırda böyük izdiham müşahidə olunur. İnsanlar İlaxır çərşənbənin səhərin bu şəkildə böyük coşqu ilə çay sahilində qeyd edirlər.